Kim anavı sənin? Anavı döysən, arvadımı dördün, anavı dördün canlıdır. Qəhbənin oğlu. Onlar söyüşsəyəndilər. Onlar nə bilim nədirlər. Biz onlar kimi deyilik, biz mədəniyik. Bu yadındadır səndən, Peysər. Mən onu niyə blok eləmişim? Ancaq söyüş və canlı yayında deyir ki, bu səfər. Deyir, Xaqocan, söyüşləri deyir, mən Xaqocanla gözəl danışacağım söyüşsüz. Bu söyüşləri söyür. Bu söyüşləri söyləyəndən sonra ədəbsizlik eləyir. Sonra da burada körpə söyüşü, ailə söyüşü, ana, ata, baxın. Misal birini çəkirəm, bax, bir dəqiqə baxın. Peysərin balası, telefonu aç, dijital olaraq. Telefonu aç. Gördünüz, yəni bu adam budur. Qalanların göstərməni çox ayıbdır. Qalanların göstərməni çox ayıbdır. Bu da Peysər Xaqodur. Deməli, indi gəlin sizə bir şey deyim. Ay, anavı sikim, Səfər. Bundan sonra Azərbaycanda Səfərin yayınına qalxan, Səfərlə söhbət eləyən, Səfərlə PK eləyən kim varsa, var yoxunuzu sikəcəm. Var yoxunuzu sikəcəm. Bu adam dünənə qədər deyir ki, mən Azərbaycandan PK eləmirəm. Ancaq edir götürmətlə başqalarını eləyirdi. Qəhbənin oğlu, nə oldu? Yenə qayıtdın? Cırıq balası. Kim sortudur? Yayında özünüzü mömin kimi göstərirsiniz. Göbüla siz əxlaqlısınız. Gəl ala. Nə əxlaqsız? Haravız əxlaqlıdır. Arvadlı siesta saxlayır səni. Cırıq. Nə çıxıb kişilikdən danışsan? Buna da inanıb bundan qorxan tiktokerə. Sizi də sikərəm mən. Sizi sikərəm. Bunlar kimdirlər? Hala fikir bildirirlər. Hə? Bunlar kimdilər? Fikir bildirirlər. Sako kimdir? Fikir bildirir. O biri kimdir? Fikir bildirir. Səhər dururam görürəm ki, Sako fikir bildirir ki, bunlar vətən xainidirlər. Bunlara belə eləmək olmaz. Bu da buram danışılmır. Tutub eləmirlər. Onların sözündən heç kim şey eləmirlər, hərəkət olunur. Yalnız biz özümüz səhv eləyəndə bizi bəli cəzalanırıq. Onların sözündən nə də kimsə şey olsun, nə bilim mən, kimdirlər ki onlar? Dövlətin əleyhinə çıxan insanlar kimdirlər, hiss olunmur, maskalanıblar. Maskalanıblar, özünü mələk kimi göstərirlər, insanların zəif nöqtəsinə auditoriya toplayırlar, mövzu, momentdə 2000-3000 var, keçdiyi əsas məsələ. Nə məsələ? Bax, belədir. Hansı məsələ? Bu yandan özlərini yaxşı göstərirlər ki, belədir, elədir, biz belə, bax, bunun qarşısını alacağıq. İnsanların zəif nöqtəsində damarından tuturlar. Var axı izləyicilər, saf izləyicilər var. Hal olsun izləyicilər de deyir ki, ay buna baxı görürsən, can yandırır. Amma elə deyil. Anadız kim, saf izləyicilər sizdə deyib, peysərlər sizə pul atırlar durduğu yerdə, heç yerdə işləmirsiniz. Onların puluna sigaret çəksiniz, olan puluna maşın sürürsünüz, olan puluna geyim alırsınız, olan puluna anava tuman alırsan, sonra gəlib hələ məsləhət də verirsən. Danış. Danış, gözlə. Gözü yerində danışır.